Bugün Azərbaycanın şəhid milli qəhrəmanı Şirin Mirzəyevin şəhadət olduğu gündür. Şirin Mirzəyev 1947-ci ildə 5 yanvarda Xankəndi şəhərində anadan oldu. O, orta məktəb bitirdikdən sonra hərbi xidmətə getmiş. Hərbi xidmətdə hərbinin böyük sirlərinə, peşəkar sirlərinə yiyələnən qəhrəmanımız 1990-cı ildə 1-ci Qarabağ müharibəsi başladığı zaman döyüşlərə qatılmışdı. Demək olar ki, düşmənin kabusuna çevrilən qəhrəmanımız bir çox rayonların işğaldan azad olunması və qorunmasında böyük bir qəhrəmanlıqlar göstərmişdir. Lakin 1992-ci il 18-ci iyunda qəhrəmanımız üçün son döyüş oldu. Ağır gedən döyüşlər nəticəsində qəhrəmanımız minaya düşərək həlak oldu. Biz də şəhid milli qəhrəmanımız ailə üzvlərinə Milli Qəhrəmanlar Təşkilatı olaraq başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanlarımızla görüşməyə Allah bizə nəsib edər. Gəlin qəhrəmanlarımızı unutmayaq. Vətən müharibəsi qəhrəmanları milli qəhrəmanlarımızın yolunu gedərək 30 ildən artıq işğal altında torpaqlarımızı işğaldan azad etdi. Allah şəhidlərimizə rəhmət etsin.